Ağcabədi rayonunda iki nəfər arasında pul üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin iyulun 15-də rayonun Salmanbəyli kəndində baş verib. 1992-ci il təvəllüdlü Şəhriyar Əliyev həmin gün saat 17 radədən Soğan sahəsində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən onu yumruqla çənə nahiyəsindən bir dəfə vurub. İş üzrə ifadə verən Şəhriyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Ağcabədi rayonunun Salmanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmirəm, ailəliyəm, 3 övladım var. Kənddə yerləşən soğanlıq sahəsində nəzarətçi işləyirəm. Bundan başqa orada olan fəhlələrin əmək haqqısı günlük olaraq vermişəm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, iyulun 15-də təxminən saat 17 radəndə həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ona yaxınlaşıb və soğan kisələrini təhvil verdikdən sonra 2 gününün əmək haqqısını istəyib. Ona 40 manat verdim. O gününün 30 manata olduğunu, buna görə də 22 günə 60 manat verəcəyimi dedi. Ona xeyr, dəftərdə də yazılıb. Sənin pulun düşən 40 manatdır dedim. Oruc isə eybi yoxdur. Pula görə at deyə cavab verdi. Daha sonra Oruca dedim ki, yekə oğlansan, niyə söyürsən? Sonra avtomobilimə tərəf getdim. Lakin Oruc yenə də arxamca nalayiq ifadələr işlətməyə başladı. Buna görə əsəbləşərək onun üstünə getdim və sağ yumruğum ilə onun çənə nahiyəsindən bir dəfə vurdum. Ardınca Oruc aldığı xəsarətdən yerə yıxıldıqdan sonra oradan uzaqlaşdım. Sonradan Orucdan üzr istəyərək onunla barışdım deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Orucun sözlərinə görə təxminən bir ildir Ağcabədi rayonunda yerləşən kənd təsərrüfatında fəhlə işləyir. 2025-ci ilin aprel ayından isə Ağcabədi rayonu Salmanbəyli kənd sakini Semur Əliyevə məxsus Salmanbəyli kəndində yerləşən soğanlıq sahəsində fəhlə işləyib. Əmək haqqı kimi günə 100-200 manat arasında pul almışam. İyulun 15-də saat 17 radələrində həmin soğanlıq sahədə işlərimi yavaş-yavaş qurtardım və hazırlaşdığım soğan kisələrini Semurun oğlu Şəhriyara təhvil verdim. Ardınca ondan 2 günün pulunu, yəni günü 30 manat olmaqla ümumi olaraq 60 manat olan əmək haqqımı istədim. Şəhriyar cibindən 40 manat çıxararaq mənə verdi. Mən isə onunla razılaşmadım. Daha sonra Şəhriyar dedi ki, özün bilərsən, sənin pulun bu qədərdir. Mən isə onu ittiham etdim. Ardınca Şəhriyar da mənə nalayiq ifadələr işlədərək üzərimə gəldi və sağ yumruğu ilə çənə nahiyəmdən bir dəfə vurdu deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Ağcabədi rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Bundan başqa Bakının Binə qəsəbəsində bircə yaşadığı qadına qarşı zorakılıq tətbiq edən gəncin məhkəmə prosesi maraqlı sonucla yekunlaşıb. Xəzər rayon ərazisində baş verən ailə münaqişəsi tərəflərin qarşılıqlı razılığı ilə hüquqi müstəvidə həllini tapıb. Beyləqan rayon sakini 1999-cu il təvəllüdlü Fərid qeyri-rəsmi nikahda olduğu qadınla yaşadığı evdə mübahisə edərək ona ağır küt alətlə xəsarətlər yetirib. Hadisənin təfərrüatına görə qısqanclıq və şəxsi münasibətlər zəminində alovlanan münaqişə qısa müddətdə fiziki zorakılığa çevrilib. Zərərçəkən Mədinə aldığı zərbələrdən
Sonra təcili tibbi yardıma müraciət etməli olub. Faktla bağlı dərhal Cinayət Məcəlləsinin 128-ci maddəsi qəsdən sağlamlığa zərər vurma ilə iş açılsa da, məhkəmənin gedişatı hər kəsi təəccübləndirib. Xəzər rayon məhkəməsində keçirilən iclasda zərərçəkmiş qadın gözlənilməz addım ataraq sevgilisini bağışladığını, ona qarşı heç bir şikayətinin olmadığını bəyan edib. Tərəflər arasında əldə olunan barışıq qanunun humanist prinsipləri ilə üst-üstə düşdüyü üçün məhkəmə işə xitam vermək qərarına gəlib. Beləliklə, gənc oğlan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin verdiyi imkanla cinayət məsuliyyətindən tamamilə azad edilib. Azərbaycan qanunvericiliyinə görə sağlamlığa yüngül zərər vurma ilə bağlı cinayətlərdə zərər çəkən şəxs təqsirləndirilən tərəflə barışarsa, dövlət ittihamı dayandırıla bilər. Bu, ailə-daxili və ya şəxsi münaqişələrdə tərəflər münasibətlərini bərpa etmək üçün verilən hüquqi şansdır.